Son illərdə bildiyimiz kimi dünyada və eləcə də ölkəmizdə müşahidə edilən iqlim dəyişiklikləri kənd təsərrüfatına birbaşa təsir göstərir. Ən aktual problemlərdən biri də quraqlıqdır. Azərbaycanın iqlim şəraiti məlumdur ki, yarımsəhra və quru çöl zonalarına məxsusdur. İllik yağıntı miqdarı isə bir çox bölgələrdə kənd təsərrüfatının su tələbatını ödəmək üçün kifayət etmir. İqlim dəyişikliklərinin sürətlənməsi bu problemi daha da kəskinləşdirib. Onun üçün biz bir neçə mövqedən danışmaq istəyirik. İlk öncə quraqlığın kənd təsərrüfatına əsas təsirlərini diqqətə çatdırmaq istərdim. İlk növbədə bitkiçilikdə məhsuldarlığın azalmasına təsiridir. Əsasən, əkin sahələrinin mühüm hissəsində məhsuldarlıq aşağı düşür. Xüsusilə də buğda, arpa, qarğıdalı kimi strateji dənli bitkilərdə məhsul itkisi 20-30%-ə qədər yüksələ bilir. Pambıqçılıq və tələbəçilikdə də su çatışmamazlığı məhsulun həm həcminə, eyni zamanda həm də keyfiyyətinə böyük təsir göstərir. Digər ikinci tərəf torpaq münbitliyinin zəifləməsidir. Yəni quraqlığın təsirindən torpaq münbitliyinin zəifləməsi vacib faktorlardan biridir. Burada da əsasən quraqlıq torpaqda nəmlik balansını pozur. Bildiyimiz kimi humusun miqdarı azalır. Eroziya və şoranlaşma prosesi sürətlənir. Bu isə torpaqların bildiyimiz kimi uzunmüddətli məhsuldarlığını aşağı salır. Üçüncü təsir isə suvarma və su ehtiyatları problemidir. Hansı ki, çayların səviyyəsi azalır, su anbarlarında suyun həcmi aşağı düşür. Ənənəvi suvarma üsulları burada əsasən sel və ya açıq kanallar səmərəsiz olduğu üçün su itkisi 40%-ə qədər yüksəlir. Fermerlər arasında suyun bölgüsü çətinləşir. Heyvandarlığa təsirində mövcuddur, hansı ki, otlaq sahələrində məhsuldarlıq azalır, onun keyfiyyəti zəifləyir, yem bazası daralır, bu da ət və süd istehsalında azalma yaradır. Dövlətin və elmi qurumların gördüyü tədbirlər bu sahədə nə ola bilər, hal-hazırda hansı tədbirlər görülür? Son illərdə damcı və yağmurlama suvarma texnologiyaları sürətlə tətbiq olunur. Bu suyu 2-3 dəfə qənaət edir. İkinci, quraqlığa davamlı bitki sortlarının yaradılması istiqamətində elmi tədqiqat institutlarında işlər aparılır. Artıq buğda və qarğıdalının, onu da qeyd edim ki, buğda və qarğıdalının müəyyən sortları fermerlərə təqdim olunub və eyni zamanda dövlət tərəfindən su ehtiyatlarının idarə olunması strategiyası hazırlanır və yeni su anbarlarının tikintisi gündəmdədir. Növbəti isə fermerlərə subsidiya və texniki dəstək proqramları həyata keçirilir. Amma gələcək üçün mən bu sahədə görüləcək işlərlə bağlı təkliflər və perspektivləri diqqətə çatdırmaq istərdim. Burada əsasən birinci, elmi əsaslı əkinçiliyə xüsusi diqqət olunmalıdır. Yəni, iqlim proqnozlarına uyğun əkin sahələrinin planlaşdırılması vacibdir. Hər bölgə üçün optimal səpin müddətləri və bitki seçimi olmalıdır. İkinci sahə su resurslarının daha səmərəli istifadəsi, yəni burada əsasən damcı suvarma sistemlərinin geniş şəkildə tətbiqi nəzərdə tutulur. Suvarma zamanı drenaj və yağış sularının istifadəsi və eyni zamanda su itkisini minimuma endirən müasir texnologiyaların gətirilməsi. Digər bir tərəfdən isə yeni sortların tətbiqi. Quraqlığa davamlı erkən yetişən məhsuldarlığa yüksək olan buğda, arpa, qarğıdalı və digər strateji bitkilərin geniş yayılması vacibdir. Beynəlxalq təcrübənin öyrənilməsi və yerli şəraitə uyğunlaşdırılması. Digər bir istiqamət isə fermerlərin maarifləndirilməsidir ki, burada da aqrotexniki tədbirlərin vaxtında aparılması üçün fermerlərə daimi təlimlərin keçirilməsi, digər bir tərəfi isə suya qənaət və torpağın qorunması haqqında praktiki göstərişlərin verilməsi. Və nəhayət alternativ yanaşmalar lazımdır, hansı ki, bu istiqamətdə aqromeşə təsərrüfatı küləyin və istiliyin torpağa təsirini azaltmaq üçün qoruyucu meşə zolaqlarının salınması və əkinçilikdə innovativ metodlardan daha geniş şəkildə istifadə olunması. Sonda nəticə olaraq qeyd edə bilərəm ki, bildiyimiz kimi quraqlıq kənd təsərrüfatı üçün ciddi bir sınaqdır. Lakin bu sınaq eyni zamanda bizlər üçün bir fürsətdir. Daha elmi, daha innovativ və daha ekoloji təmiz kənd təsərrüfatına keçid üçün. Əgər biz bu gün düzgün addımlar atsaq, həm ərzaq təhlükəsizliyimizi təmin edə bilərik,
həm də gələcək nəsillərə sağlam, pak və təmiz su mənbələri miras qoya bilərik.